Gün nəfəs almağa belə vaxtım olmayıb. Yəqin ki, mağazanın halından görürsünüz. Yuxudan tez ayılıb, yenə də yarım qalan işləri görəm. Əslində yarım qalan işim yox idi. Sadəcə olaraq maksimum çalışıram ki, evdən çıxanda səliqəli qoyum çıxım. Çünki axşam evi səliqəli görəndə daha çox xoşbəxt oluram. Hazırlaşdım, səhər yeməyi yedik Ramin ilə bərabər və Ramin yenə də maşını çox gözəl yerdə saxlayıb. Görün mən hardan keçdim, getdim. Getdik poçta, poçtdan sonra market və gəlib çatdım nəhayət ki işə. İşə gələndən bir də gördüm ki, artıq axşam saat 8-dir. Bugün siyəzən günümüz idi. Siyəzənə sifarişləri 6-cı gün aparacam deyə 5-ci gün. Təsəvvür eləyə bilməzsiniz ki, nə qədər ağır gün idi. Maşallah olsun, sifarişlərimiz çox idi deyə hər birisini bir-bir ayırırıq, yığırıq. Həm siyəzən, həm digər rayonlardan, həm də belə mağazaya gələn, gedən və burada da ətirləri yığıram, məhsulların şəklini çəkirəm. Daha sonra qrupa qiymətlərlə bərabər göndərirəm. Həm tək, həm topdan qiymətlərlə bərabər. Sonra Raminə zəng elədim ki, iş çoxdur, Ramin çatdıra bilmirəm. Ramin də gəldi, sonra güzgün də silir mənim üçün. Baxın, qardaşım hər şeydə belə çox dəstək olur mənə. Mağazanı göstərirəm sizə ki, dağılır. Nəysə ki, biz işlərimizi biraz bitiririk və gedirəm evə. Yorulmuşam, amma belə yorğunluğu sevirəm. Sabahları yenə günə davam.